Mənim havamı. Aa, selamünaleyküm, hoş gelmişsiniz. Selamünaleyküm. Allah məlumatəsiz. Tamam, sizden ne acaba? Buyur, buyur. Ben Erdem onsuz da içeri şəhərə gəlib çıxıram. Bugün də elə Ariflə rastlaşdım və Arif tutalını səndir. Bir nəfər. Balaqlan mənim bak ürəyə geniş adam deyil. Onu incitmək mümkün deyil, deyən deyil. Ancaq bir nəfər vaxtı ilə sağda adam olur. İndi biraz əmələ gəlib, başından böyük danışır da balaqlan mənim. Böyük danışır deyəndə yox, böyük danışmır. Sadəcə ümumiyyətlə əvvəllər hərə öz keçmişini görməlidir. Hərə bir vaxtlar necə olmalıdır. Sonra sambal bir balaca öz həyat tərzini dəyişəndən sonra görürsünüz özlərini elə aparırlar ki, amma sambal deyilən bir şey var. Gərək insan öz mənəviyyatına, öz şəxsiyyətinə həmişə hörmət edər. O adamlar ki, mənim gözümün qabağında böyüyürlər. Və yaxud ki, sonradan öz bir balaca həyatda da, bir balaca şey olanda dəyişirlər. Balaqla mənim, ayaq üstə qalmayın. Gəlin, burada bir dənə qəşən yer düzəldim sizin üçün. Yuxarı başda. Bağışda biraz tört-höküntülüydü burada, bir adam otlarla məşğul idi. Gəl, əyləş burada. Sərdar, mənim qardaşım, yuxarılara çıxmağa o qədər də xoşlamam. Niyə, gül kimi yerdir hazırlamışam? Yox, istəmirəm. Belə mən istəyirəm belə, necə deyirlər, mənə daha çox münasib olan bir yerdə oturum. Varam da belə Sağ olun. insanlara. Valla. Çox sağ ol, balaqla mənim. Yuxarılara qoy gedib yuxarıdakı ayrı adamlar otursun. Yuxarıda dün yadıma nə düşdü? Bir dostum var, yoldaşım var. Arif müəllim. Xeyli vaxtı bunu görmürəm. O günlərdə eşitmişəm ki, maşallah olsun, əli çörəyi satır. Yaxşı yerdədir. Bu da elə bilmir ki, mən televiziyada işləyirəm. Yaxınlaşdım buna ki, bir görüşüm bu ilə hal-ahval tutum. Xarici maşındadır. Yaxınlaşdım buna, deyirəm, salam əleykum falan kes, necəsən? Üzünü belə turşutdu. Tanımadım səni, belə. Necə tanımadın? Dünənə kimi bir məhəllədə böyümüşük, bir yerdə oturub durmuş. Ay, bir yadıma sal. Daha bir söz demədim, yadına içinə salmadım. Elə durdum, çıxdım, getdim ona. Düzün eləmişsən. İnsanlar değişir valla. Qapımız da ölür. Ay maşallah olsun. Cavan adam onlar bu. Salam aleyküm. Aslan müəllim, xoş gəlmisən. Xoş gəlmisən. Buyur, salam aleyküm. Qapı elə döydü, dedim bu cavan adam. Bəli. Aslan gəlir, qapını gələr, eləçi döyəndə, salam aleyküm. Xoş gəlmisiniz. Kesin, əyləşin. Hoş gəldiniz. Sağ olun. Aslan mənim, Qardaş, əyləş burada. Aslan mənim musiqiçilərdən mənim çox xoşladığım bir adamdır ona görə ki, nə qədər yəni Azərbaycanda tanındıqca, nə qədər xalq onu sevdikcə, o heç vaxt yəni özünü dartmayıb, həmişə öz şəxsiyyətinə hörmət edib və insanlara da necə deyirlər, Yuxarıdan aşağı baxmayıb. qəti. Ona görə onu hamımız çox sevirik, ona böyük bir hörmətimiz var. Çox sağ olun. İnsanın gözəlliyidir, hə Arif? Sümbül əgər dik dayanıbsa demək onun sambalı yoxdur. Dəni yoxdur ki, dik dayanır. Seksi yoxdur yəni. Boş və içər. Elə adamlar da çoxdur yəni. Ağac bar gətirdikcə başını aşağı salmalı. Deyirəm, sadəlik həmişə insanı ucaldar. Nə qədər sadə olarsan, o qədər də hörmət unar. Başını ucalar, sadəlik yaxşı. Valla doğrudan böyük sənətkarlar olub elə Azərbaycanda. Həmişə öz sadəlikləri ilə seçiliblər, səmimiyyəti ilə seçiliblər. Elcan, məni tanıyan insanlar Azərbaycan, yəni əhalisi mənim şəxsiyyətimə o qədər hörmət edirlər. Nəyə görə? Mən həmişə özümü hər yerdə sadə aparmışam. Yəni elə bir insan deməz ki, tutalım ki, mən şöhrət tapdıqca, daha da çox xalq tərəfindən sevildikcə, həmişə xalqa yaxın olmuşam. Valla bunu millətdən düşün, soruşun bir küçələrdən. Heç zaman öz yəni şəxsiyyətimə bu millətə deməmişəm ki, güya mən kiməm. Əslində qaldı, özüm daxilən istəmişəm ki, xalqla həmişə bir yerdə olun və daha çox onların bütün o xeyşərində iştirak edin. Mənə hətta uşaq da belə rastlaşanda deyir, əmi, mən səninlə şəkil çəkdirmək istəyirəm, dayanıram, onunla şəkil çəkirəm. Toyda görürsünüz ki, məsələn, bizi o qədər, mən müğənnilər görmüşəm, həmkarlarımı. Onlar bir balaca tanınandan sonra şəkil çəkdirmək istəyənlərə qarşı özlərini o qədər ədalı aparırlar ki, yox, mən hazır deyiləm, mən şəkil çəkdirə bilmərəm. Bəlkə də o həmən günü, həmən şəkil çəkdirmək istəyənlərin artıq gözündə o düşür. Qəlbini qırır. Mənim qulağımda eşidibdir,
Ki sənin başın olsun, heç mən bu qədər də mənə lazım deyil, mən səndən şəkil çəkdirim. Ona görə insan həmişə öz sadəliyini qorumalıdır, həmişə öz xalqı ilə bir durub oturmalıdır. Elə deyil mənim qardaşım? Bəli, tamamilə elədir. Arif düz deyir Baloğlan müəllim. Bir dəfə öz göz qapdı ölür, bir dəfə özüm şahid olmuşam o vəziyyətin. Sadəli insanı yaradır. Əlbəttə ki. Ne olur bir dəqiqə aslan da qapdı da. Salam aleyküm. Soruqdan xəbərim var. Salam aleyküm, nə var? Bəh. Gözəl insanlar. Mənim rəhmətlik daimin ən yaxın dostu, indi olmasın. Allah rəhmət eləsin. Allah can sağ olsun. Yaxşı insanlar haqqında həmişə yaxşı fikirlər deyirlər. Ağa Mirzə, keç əyləş orada. Ürək istəyən yerdə əyləş. Yaxşı gəlmişsiniz. Hələ bir adam Baloğlan müəllimlə də, Aslan müəllimlə də oturub şirin-şirin söhbət edir. Əcəb edirsiniz. İnsan bir də görürsən ki, değişilir. Bugün pulu yoxdur, fağırdır, belə gezir. Boynunu da büküb, çiyinlərini də qısıb. Sabah görürsən ki, əlinə biraz pul düşür və biraz qabağa gedir, qoltuqların altı qarpızlanır. Başlayır yeşil-yeşil, ədalı gezməyə. Yaralı yerimizdir bu bizim. İnşallah qəşəng bir meyxana da deyərsən o başlayır. Mən bir də, mən sonra Allah qoysa ağsaqqallarını istəmirəm göstərim. Bir mənə ot yazıblar, bunu Allah qoysa burada olardı. Baxaram, mən baxaram. Sonra göstərərsən mənə baxaram. Baloğlan müəllim sizə də deyim, bizim bu yaşıl aptekdə şəfa ocağımızdır bura bizim, aptekin nəzdində. Ürəyimiz istəyən vaxt, qapı açıqdır, gəlin. Yaxşı şəfa otlarımız var, Allah şəfa etsin sizə. Çox sağ olun. Müalicəvi otlarımız var, gözəl. Elcan, istəyirəm mən bir gün burada bir sir açım. Aha, buyurun Baloğlan. Məsələ burasındadır ki, hətta buna görə mən həkimə də müraciət eləmişəm. Deyiblər, özləri də təəccübləniblər ki, bu səndə çox belə görünməz bir hadisədir. Yəni, bu Allaha şükürləməlisən ki, belə bir şey sənə qismət olur. Birinci dəfədir mən bunu deyirəm. Mən nə qədər pis qoxular var, bunları qəti mənim, yəni, duymaq, eşitmək qabiliyyətim yoxdur. Duymursan o qoxuları? Bunu bilmirəm. Amma mən içəri girəndə, burada çox mənim ruhuma, ürəyimə uyğun gələn belə qəribə bir qoxular eşitdim. Yəni doğrudan da indi bu yaşıl, yəni nə deyirdim, şəfa ocağında bəlkə də biz o ximiklərdən istifadə edirik. Ondan çox burada yəni dəmləmələr, otlar, zadlar almaq lazımdır ki, aparasan bundan çay içəsən. Ona görə mən düz deyirsən, deyir. Gəldim bura seyr elədim. Ot çayı dəmliyin üçün qadasını alın bunları. Mənimki deyir bunlardır, bunlar. Nə var o birisi dərmanlarda? Heç nə yoxdur. Min dərdin dərmanı bunlarda deyir. Bəh, şəfadır. Qapı da döyülür. Yoxsa tabletka belə gəldi, iğnə belə keçdi. Mansur ki, salam aleyküm. Salam aleyküm. Buyurun anar müəllim. Bərək ol. Anar müəllim deyir də. Bəli. Mansur ki, necəsən? Müştərilər incidirmir səni? Ürəyin ağrımır ki? Ya. Anar müəllim işi oxuyayım. Anar müəllim kimdir? Bəli. Anar müəllim. Mansur dayı. Bəli. Sən əvvəllər mənlə görüşərdin, öpüşərdin, xeyr ola. Da deyir, anar müəllimin şofiriyəm də, ondan görüşməyim. Mənim lisəli. Deyərsən yenə əliniz böyüklərin ətəyindədir, xeyr ola. Nə bilim, rəngilik götürmə işimə. Allah şifavan diləsin. Allah şifavan diləsin, Mansur dayı. Anar müəllim, maşallah olsun, paradlı formadasan, toya gezirsən deyirsən. Yox, iş başındayım. İş başındasın. Yox. Bərəkəllah. Allah şifavan diləsin. Sağ ol. Allah müəllim. Bəli. Bəli, şirin. Deyirəm, maşallah, bu cür musiqiçilərimiz də burada, Aslan müəllim də buradadır. Bəlkə bir ifasını eşidək, feyziyab olaq biz də hamımız. Olar. Onlar Aslan müəllim. Gözəl. Buyur da bir dənə, eşidək onu lütfən. Mansur kişi, Aslan müəllim indi gözəl bir rəqs havası inşallah ifa edəcək. Bəh. Sən də bir məclisə. Nə oldu? Yox. Nə oldu, dünənə kimi oynamırdın? Yox. Ha? Hani neydi, ağzına mahnı gəlsin. Sürücü də dəyişilir, Belədir də. Gözəl. Mahnını eşidək, bunlar.
üstündə biraz işləsən, yaxşı ifa edə bilər. Bərəkallah. Bərəkallah. Söz tapın. Yaxşı biraz işləsə üstündə yaxşı olacaq. Ha bu bilirsiniz, mən həmişə ömür boyu belə şeydən qorxmuşam ki, o ataların da yaxşı məsələləri var. Heyf ki, çox üzr istəyirəm, buranın yeri deyil. Yəni birdən-birə bir qəflətən dünən başqa cür olan bir adam birdən ona bir şey rast gələndə yeni bir balaca qalxan kimi ağzından olan sözləri də çıxanda o çox gülməli belə dünənə qədər tutalım ki, nə özü xalq tərəfindən sevilən, nə özünün bir necə deyirlər, elə bir böyük bir qüvvəsi olmayan bir adam təsadüfən hansı bir vasitə ilə bir balaca yuxarılara çıxanda, stollarda oturanda, onlar bəzən çaşırlar. Sən indi neçə ilin sənətkarısan, bütün xalq səni tanıyır da. Sual verdi Elcan qardaşımız ki, yəni bu nə tərəfdir? Anar müəllimə. Anar müəllimə. Bəli. Mən də Anar müəllimə. müəllimi uzatdım, baş göründə hansılar uzadıram. Hörmətsizlik kimi başa düşərək. Anar müəllimə. Deyir, Aslan müəllim nə tər? Necə çaldı? Deyir, biraz üstündə işləsə yaxşı çalacaq. Mən yarıma bir şey düşdü. Yenə görə. Yaxın adam var, deyil, bir də çörək kəsmiş eləmişik. Elə 5 sigaret çəkirdi, imkansızlığı sən deyəndə yəni ki, bitər, köçün sudan çıxardır. Gündən bir 5 sigaret? 5 sigaret çəkirdi, bəli. Gündən bir gün bu vəzifəyə qoydular. Mən eşitdim ki, bu vəzifəyə gediblər. Dedim, gedim bir təbrik edeyim də bunu. Getdim o kimi təbrikə, Krislovda əyləşib, belə ki, doğrudan elə görüşdük, elədik, nə var, nə yoxdur. Gördüm oradan bir dənə Qarabqa sigaret, qarabqası açıb, bir də qara sigaret belə ki, qoydu belə ki, damağa şaşqaqla, taraf basın. Baxdım ha, dedim ha, bu. Dünənə kimi sən bu içində çəkir. Öndəki kabinetdə bu qara sigaret çəkdi, bu nətər o, insan dəyişir belə ki. Mənim qardaşım, sən indi nə deməksən? Deməksən, onlar qara sigaretdir. Bilən o da deyəsən o qara sigaretə keçənlərdən biri olar. Oğlan mənim. Bir yer gəlişindən biri. Ay oğlan. Biz Anar müəllimdən gəlməmişik ya. Biz tərəfdə misal var, bir də deyərlər, görməmiş alı, kal cavalı. İndi o, sən o tanışın da yağın eləyləcəklərdən imişlər. Bunlar dərgahı deyə hamısı, Arif. Tutalım ki, Anar müəllimi başa düşdük, cavandır. İndi yaş kəsici bir zaman Mansur kişinin yaşına çatanda ya gələ eləməzdim bunu. Amma Mansur kişi də değişilib. Mahnı deyirəm, gəl bir oyuna gidən da, həmişə oynadığım mahnılardan deyil. Anar cavandır, dəyişib. Yaşanı başa düşdük. Sən maşallah insanlar görmürsən, qərinələr görmürsən, sən niyə dəyişilirsən yaşını Ben ulan? değişmemişim. Onda niyə oynamadın? Yok. Bəlkə müdür icazə vermir, ona görə mənim adımı daşıyırsan, deyir, məni gezdirirsən. Mən ona tapşırmışam. Tapşırmışsın. Mənim davranışlarıma uyğun hərəkət edir. Bağışlayı tapşırmışsan, dedim, tapşırmışsınız. Bir atı yanında bağlayanda həm rəng olmaz, həm xəsiyyət olar. Ağa birisi onu dişə durardı, sən ki, o tərəfdə oturur. Buraya buradan bu tərəf. Amma insan özündən asılıdır, aslan mənim. Valla insan Yox, mən biraz indi üzr istəyirəm, daxilə edirəm. Mən daimizdə biraz çox günah görmürəm, iş başımdadır. Çörək ondan çıxır, neyləsə. Ana müəllim, yaxşıdır vəziyyət deyəsən. Elcan. Kəlmə də keçmək olmur. Elcan, mənim qardaşım, belə danışıq məni üşütür. İcazə versəydim, mən bir şey atardım. Buyur. Mən gətireyim. Yox, uşaqlardan istəyirəm. Mən də yadıma saldım, mən də bir balaca elə görürəm ki, necə biraz soğudu, dillənmir. Valla mən utandım. Onda belə eləyik. Mən sizin üçün yaxşı otlardan dəmlənmiş bir dənə çay gətirəcəm, otlardan dəmlənmiş. Soğuq deyməni də qarşısına al. İçərsiniz, biraz da qızışarsınız. Bir qalanlar cavan oğlan da hamısı, yəni aramızda da cavanı Mansur kişidir. Anladım. Yaxşı, gəlirəm indi mən. Söhbətimizi edin, gəlirəm. Arif qardaş, əvvəllər yenə sizinlə görüşəndə yaxşı şeirlər yazırdın, yaxşı belə ürəyə xoş gələn şeirlər yazırdın. İndi səndən heç bir səs yoxdur. Yazıram gənə də, yeri gələndə. Hələ bu kakrada ki, söhbət edirik. Hələ ona dair mən bir dənə şeir yazmışam, istəyərdim oxuyam hələ huzurunuzda. Mən başqa şeirləri əzbər bilirəm, özüm yazdıqları gələm mütləq üzündən oxuyam da. Qəlbinin daxilini kimsə bilənməz arıya, beləsi az tapılar, ağ deyə bilsin qarıya.
Yerişindən görünür, əyri yol almış harya, dəvənin boynu kimi hər işi düzdür bu kəsin, həmişə söylədiyi boş quru sözdür bu kəsin. Gah görürsən dayanıb, hamıya dastan danışır, səsini qaldırır ərdən ya da pəstdən danışır. Yamanı yaxşı kimi, yaxşıya qəsdən danışır, aləmə ot salacaqdır, dili közdür bu kəsin, həmişə söylədiyi boş quru sözdür bu kəsin. Haqq-hesab eyləməyi 6-5-indən görünər. Atıb allatmağı çox sonra işindən görünər. Pulunun çoxluğu ağzında dişindən görünər. Cibinin iş tərəfi bir neçə gözdür bu kəsin. Həmişə söylədiyi boş quru sözdür bu kəsin. Yenə narazı qalıb, olsa da 8 sarayı, yeməyi, geyməyi altındakı şessot havayı, millətin çarəsi yoxmuş demə bundan savayı, meyli taxtaca düşüb. Çox üzü bozdur bu kəsin, həmişə söylədiyi boş quru sözdür bu kəsin. Dikan üstündə yatan tək gecə tez-tez oyanır, səhər olacaq dəyişir, bir neçə rənglə boyanır. Zəminin sümbülü boşdursa, başı dik dayanır. Özü bir olmasa da istəyi yüzdür bu kəsin, həmişə söylədiyi boş quru sözdür bu kəsin. Sağ ol Arif müəllim. Çox qəşəng, mənalı sözləri vardı, gözəl şeir idi. Xeyr ola bu şeirlə nə demək istəyirsən? Sənə dəxli yoxdur. Yox, nə demək istəyirsən? Hala soğan yeməmsə içində şkön yiyir. Yox, Hər kəsən götürür də, özü götürür. şeirdir də, yazıb da. Şolğun da şu saat, şeir ya. Şeir dedim yadıma düşdü. Daha şeir yazmırsınız. Yazıram. Bu vəzifə imkan verir. Mən əvvəllər oxuyurdum. Neyini oxuyurdum? Dünyanın o şöhrətli, məmurlaşan şairləri. Neyə? Məmurlaşan. Təzə Yazıçıları, sözlər. şairləri. Bunlar həmişə yaradılanda gedir ki, bu məmurluq imkan vermir yazmağa, şeir yazmağa, hansısa bir əsər yazmağa. Və mən bu ünunu öz həyatımda hiss edirəm. Ancaq yazıram. Yazıram və. Mən başa düşürəm, indi sambal məsələsi var ortaqda. Bəlkə biz o şeirlə bir feyziyab eləyəsiniz. Zəhmət olmaz, xahiş edirik. Anar mənim daxlı ölür. Sonra qulaq asarıq şeirə inşallah. Həsən mənim, salam aleyküm, xoş gəlmişsiniz. Necəsiz Həsən mənim? Var gözəl dostlar. Buyur, keç. Bu akşam biraz gecikmişəm. Sammalı dostlarla bir görüşüm var. Maşallah olsun, buyur. Aha da burada iki dostumuz. Hasan mı? Mənim məsləhətdir. Bəli. Xoş Buyurun, keçin əyləşin Həsən mənim. Keçin əyləşin. Alaoğlan müəllim, Aslan müəllim, çaylarınız da gəldi, həmkarım getirmiş çaylarınızı. Salam verək, salam Salam verək. verək. Gəkin müəllim, buyur. Sağ ol, gözəl. Bu ağsaqqallıq belə bir çağdır ki, hər bir kəsə çatırsa, böyük bir nemətdir. Bu gətirdiyin çaylar nə otundandır belə? Bu bənövşə sağlamlıq çayıdır. Ən yaxşı orqanizmin əhval-ruhiyyəsini yaxşılaşdıran, ümumi tonusunu artıran, bütün əhval-ruhiyyəni, yorğunluğu aradan qaldıran bitkilərdən hazırlanmış dəmləmədir. Yəni bu çayın xüsusiyyətləri nədir? Bu həm ümumi orqanizmin əhval-ruhiyyəsini yaxşılaşdırır, tonusunu artırır, iş qabiliyyətini, fiziki, zehni yorğunluğu aradan qaldırır. Belə deyək ki, bütün orqanizmə cavanlaşdırıcı təsir göstərir. Bəyənilsin. Sağ ol Arif, çox sağ ol Arif. Sağ ol. Sağ ol Doktor qardaşım. gələndə ondan mənə bir qap beləsi bağlama verərsiniz mənə. Çox sağ ol. Yaxşı, Alaoğlan müəllim. Bəli. Bəli şirin. Deyirəm, bax bu məqamda özünüz görürsünüz ki, vəziyyət elə gətirib ki, insanlar dəyişir, insanları tanımaq olmur. Necə deyirlər, dünən 6, bugün 5, bugün 5, sabah 6. Dəyişilir insanlar. Bu məqamda bəlkə ürəyimizdən bir ifa keçərdi ki, elə bir ifa olsun ki, bax, ümumi o vəziyyəti də, o insanların dəyişikliyini də özündə əks etdirsin. Allah bizim böyük şairlərimiz bu haqda çoxlu şeirlər yazıb. İntihası adətən mənim oxuduqlarım sevgi ilə bağlı olur. Amma məsləhətdir ki, bəlkə bugün bu biraz İbrətamiz olsun, belə biraz ibrət götürək ondan nəsə. bizim çox böyük bir şairimiz Zəlimxan Yaqubun yaxşı bir şeiri var. İstərdim ki, elə onu oxuyum. Həm də orada İbrahimiz şeylər də var. Nə olar? Görək necə alınır. Yerdən göyə
Yerden göğe ilahiden razıyam, özüm üçün yaşamadım çok şükür. Kime bəxtəm, kime qismət yazıyam, kime bəxtəm, kime qismət yazıyam, özüm üçün yaşamadım çok şükür. Qaşqabağım qara bulut görmədi, qəlbim zülmət, könlüm sükut görmədi. Evim qıfıl, qapım kilit görmədi, görmədi. Özüm üçün yaşamadım çok şükür. Səs arxalı, səs babalı, səs elli. Bir ömürdən bircə budur təsəllim, bir ömürdən bircə budur təsəllim. Özüm üçün yaşamadım çok şükür, özüm üçün yaşamadım çok şükür. Ömrü boyu şər uduzan haqqıdan, çok dediler mənə ay aslan, haqqı unut haqqıdan. Bendelikten yol eledim hakkadan, özüm üçün yaşamadım çok şükür. Ömür yolu öz məsləkim öz andım, el derdini söze tutan ozandım. Rahat ölmek xoşbəxtliyi kazandım. Özüm için yok, halkım için yaşadım çok şükür. Halkım için yaşadım çok şükür. Dinlemeli güzel insan, dünya vardır bir sevap vardır. Dinlemeli güzel insan, dünya vardır bir sevap vardır. Kızıl güller kara tikan, kızıl güller kara tikan. Bir bahçada göyerende, bir bahçada göyerende. Günahkarım sen de benden, günahkarım sen de benden. Gel seyriden güzül bağı, duyar ana torpağı. Bülbül üçün bahar çağı, der çeksen gül kemende. Günahkarım sen de benden, der çeksen gül kemende. Könül diyen ay balolar, gel sözünü eyle tamam. Könül diyen ay balolar, gel sözünü eyle tamam. Hak talalar kalmaz inan, hak tahtalar kalmaz inan. Merd namerde baş eğerde, merd namerde baş eğerde. Günahkarım sen de benden, günahkarım sen de benden. Gel seyreden güzül bağı, ana torpağı. Bülbül üçün bahar çağı, der çeksen gül kemende. Günahkarım sen de bende, der çeksen gül kemende. Günahkarım sen de bende, günahkarım sen de bende. Dert çeksen gül çemende, dert çeksen gül çemende. Çok sağ ol, Allah çok sağ ol. Sağ olun canım. Allah sizi qorusun. Minnətdarıq. Vallahi elə o ibrətamiz şeiri də oxuyanda bir növ elə gəldim ki, həyat keçir adamın gözünün qabağına. Baxıb görürsən ki, bu dünyada hər şey fanidir. Var dövlət də fanidir, hamısı gəlib gedəcək. Bəli, hamı. İmkan da gəlib gedəcək. O kürsüdə bu gün var, sabah yoxdur. Bəli, O qədər bəli. adamlar gəlib oturub gedib ki, o kürsüdə. Can, elə sözün
qüvvəti 40 il bundan qabaq bir tələbə dostumla görüşdüm, yəni institut bitirəndən sonra. Sən təsəvvür edin, nə qədər bir sevinç içərisində, qucaqlaşdı, öpüşdü, bir yerdə oxumuşuq. Hər il görüşərdik, amma 10 il keçəndən sonra gördüm, bunun görüşü oldu bir nadir hadisə, sən demə bu vəsədə bir qədər yüksəlir. Yəni bu həyat nərdivanında biz bir idik. O oldu baş mühəndis. Gəldim onun görüşünə də salam. Dost, xoş beş, gördüm soyuqdur. Sağ ol, nə var, nə yox, niyə edirsən, işin gücün necədir? Dedim, çox sağ ol. Belə adamla can dərdi danışır, bəli, vəsədə baş mühəndisdir. Dedim, uşaqlar da görürəm, hərdən birdən görüşürük, səni yad edirik. Yəni bir 10 ildən sonra eşitdim ki, idarənin rəhbəridir. Yenə bir pillə qalxmışdır. Gəldim onun qavuna, salam, əlimi uzadan, əlim belə uzatdı. Artıq əli biraz da gödəlir. Yox, belə tut əlimi, sol əlini uzatdı. Hal-əhval tutdum, nə edirsən? Nə edirmə lazımdır? İdarədir, işləyirəm, bir şey lazım sənə. Dedim, yox, bir şey lazımdır, gəlib səni görürüm, dostların sənə salamın getirir, sevincin ki, biz sevinirik, səni görürük, uzanırsan. Birazdan sonra baş idarəyə onu rəhbər göndərdilər və bir pilləyə yuxarı qalxdı. Onun qabına gəldim, təbrik edim. Məni onun qabına buraxmadılar. Bax, elə indi ondan görüşdən gələm. Küçədə gördüm, səndim onu vəzifədən çıxardıblar. Onun vəzifəsi əvvəlkindən də çox-çox aşağı düşüb. Mən də elə görüşdü, elə tələbə illərində görüşdüyümüz kimi. Dedim, xoş, 5-15, sən neymişsən? Səni görürəm, kiçik qalada tez-tez çıxırırsan. Sevinirəm deyə o mənə dedi. Dedim, mən əvvəlkim qalmışam, amma sən dəyişmişdin. Bax, insanlar dəyişir. Gələ insanlar dəyişməsin. Ürəklərində olan o dostluğu, məhəbbəti, mehribançılığı, insanpərvərliyi saxlasınlar. Ay Arif, fikir vermişəm, sən də yəqin ki, müşahidə edərsən. Bu imkan artdıqca yaddaş pozulur. O nə ilə əlaqədar? Yox, o imkan artdıqca deyir, bir ağdan dəfələrlə təkrar elədik onu ki, ağac bar verirsən, başın aşağı tikər. Yox, yaddaşları deyir. Yox, mən də o deyir. Sən keçən bir yox, yadındadır. Yalandan deyir də, yadındadır, özün o yerə qoyur. Biraz bəlkə doğrudan yaddaşları pozulursa gəlsinlər. Yox, bir ağdan bizdə yaxşı otlar var, çaylar dəmliyə veriyor ona. Düz buyursun. Yadına düşmürdü, amma o vəzifədən düşən kimi bütün xatirələr onun gəldi, yaddan düşər. Hamısı düzəldi. Alar mənim, vəziyyət necədir? Yaxşı. Amma biz sizdən bir şeir istəyirik. Görəm. Deyirsiniz, xahiş edirik, hamılıqla da bir xahiş edirik Anar müəllimdən ki... Xahişlər nəzər alıb deyək. Ay sağ ol, ay sağ ol. Zaman mı dəyişdi, bu necə işdi? O da insan kimi qorxur əzizim. Söz var ki, dil onu deyəsi olmur. Hamı deyir sözün yasiyəm mən, ağzından çıxarıb verəndən sonra heç kəs öz sözünün yiyəsi olmur. İnsanın dünyaya gəlişi məncə artıq şablonlaşıb, bunu qəbul et. Yaradan səni də çox ac yaradıb, yaradan məni də çox ac yaradıb. Mənim dodaqlarım qırmızı işıq, dişlərim ağzında tıxac yaradıb. İlişib qalarsan damaqlarımda, dilim manetlik eyləyər sənə. O yana, bu yana çönə bilməzsən, əzəldən bu ağzım yarım dairə. Xəbərdar edirəm, peşman olarsan, girərsən ağzıma, dönə bilməzsən. Əhsən. Balaqlan müəllim, çox gözəl bir şeir dedi, Anar müəllim, çox gözəl. Ədəbiyyatımıza düşməli və xüsusi bəli. olmalı bir şeir. Mənə elə gəlir ki, Anar müəllim yazıbdır. Gün gələcək ki, o muzeyin qarşısında bizim dahilərin heykəlləri var. Bir gün Anar müəllimin də ədəbiyyatdakı o tövbələrinə görə. Ana Mirzə, maşallah olsun, Anar müəllim də öz fərasətini göstərdi, gözəl bir şeirdir. Bəlkə deyirəm, meyxana ilə bizim bu ümumi o toxunduğumuz məsələ ki, samballılıqdır, adamın dəyişməyidir. Ona aid bir qafiyə tutaq elə bu qardaşla gözəl bir meyxana deyəsiniz. Başla. Bu dostlara gərək diqqət eyləyim, meyxanaya bu cür dərbət eyləyim. Mən də gərək sizə nəsiyyət eyləyim, mən də gərək sizə nəsiyyət eyləyim. İnsana hər
yanında olsa, kulağımı eləməsin işğal gərək, kulağımı eləməsin işğal gərək. İnsana hər bir işdə sambal gərək, insana hər bir işdə sambal gərək. Qurban olum mən bu keyfə damağa, gəlin baxın məndə olan farağa. Xəstələndiniz gəlin bizim ocağa, dərdi bizə malicə dərhal gərək. Sərin eləyək malicə dərhal gərək. İnsana hər bir işdə sambal gərək, insana hər bir işdə sambal gərək. Yaxşı olar oruz
material gerek. Bize de mevzu gerek, material gerek. İnsana her bir işte sandal gerek. İnsana her bir işte sandal gerek. Bir dana söz diyeyim ben sana, bu sözü bak diyeceğim döne döne. Gücün çatmaz ay ağa bir zamana, benden eller üstemi baksal gerek. Benden eller üstemi Sandal gerek. İnsana her bir işte sandal gerek. İnsana her bir işte sandal gerek. Anar bizimle oturup yan yana, bak yine geldi girdi meydana. İsteyir ördənməyə yer meydana, gelsin deksin gelen kıvartal gerek. Yanıma gelsin gelen kıvartal gerek. İnsana her bir işte sandal gerek. İnsana her bir işte sandal gerek. Yatıp oyanmalla değil anar. Meyhanadan usanmalla değil anar. Birini deyip diyanmalla değil anar. Dalbadal edesen istehsal gerek. Dalbadal edesen istehsal gerek. İnsana her bir işte sandal gerek. İnsana her bir işte sandal gerek. Meyxananın baş qocurdu xotları, lazım olar mən verərəm şotları. Dəmlösünlər bizim üçün o otları, dəmlösünlər bunun üçün qanqal gerek. Demlesinler bunun için kangal gerek. Her bir işte insana sandal gerek. İnsana her bir işte sandal gerek. Senin de var gemlerden azat günün. Qeyd olunur ayağa senin şad günün. Qeyd olunur hemşe senin şad günün. 4 ilden bir olur anar ad günün. Olsun 29'u fevral gerek. Olsun 29'u fevral gerek. İnsana her bir işte sandal gerek. İnsana her bir işte sandal gerek. İnsana hər Bir işte sandal bir işte gerek. Abi Mirzə, çox sağ ol. Var ol. Siz də çox sağ olun. Sağ ol. Bağlan mənim. Bəli. Məclisimizin vəziyyəti necədir? Ürəyimizcədir. Bax bizim bu açdığımız bugün bu söhbət. Əvvəla ona görə ürəyim gəlir ki, bugün mən burada ən əziz dostlarımı görürəm. Mənim indi ad çəkmək istəmirəm. Və bir maraqlı cəhət də ondan ibarətdir ki, mən burada bugün bir mahnı oxudum. O mahnını hələ heç yerdə, İlk dəfə idi burada. heç yerdə oxumamışım. Yəni canlı çalıb oxumuşuq, texniki vasitələr də yoxdur. Görürsünüz ki, mikrofonsuz Və onun elə ləzzəti də ondadır. Və yenə də bir şey oxumaq istəyirəm. Yenə də birinci dəfədir, amma musiqisi bizim gözəl qardaşımız Aslan müəllimdir. Nə gözəl. Və mən istəyirəm ki, sözləri Allah rəhmət eləsin. Yəni mənim mahnılarımın həyatında çox böyük rolu olan Əlibala Hadizadənin bir şeirini burada bir parça muğamda seyqətdə oxuyun. Mahnı da ki, musiqisi Aslan qardaşımızındır. Vahid Əzizin sözlərindən. Perişan eyledin beni ömürlük, perişan eyledin beni ömürlük, sense ömrüm boyu perişan olma.
Baxmasan daha mənim yoxluğumdan peşiman olma, peşiman olma. Mənimlə yanaşı yazılar adın, mənimlə yanaşı yazılar adın, torpağın altda da yandırar odun. Mənə güneş idin, hayf olmadın, mənə güneş idin, hayf olmadın. Özün öz ömrünə çən duman olma, çən duman olma. Axıtma gözünün incilərini, yaxşının yamanın öyrən yerini. Məndən sonra əgər sevsən birini, yazıqdır, onu da unudan olma, onu da unudan olma. Gözəlim deyəsən havalanmışam, məni bu məhəbbət xar edəcəkdi. Gözəlim deyəsən havalanmışam, məni bu məhəbbət xar edəcəkdi. Gönlümdə baharam, içimdə qışam. Gönlümdə baharam, içimdə qışam. Həsrətin gönlərib dar edəcəkdi. Həsrətin gönlərib dar edəcəkdi. Qurbanam qayıtma yuxuma bir də, qorxuram xətrinə toxuna bir də. Rəhmət o nəğməni sən çalma bir də, rəhmət o nəğməni sən çalma bir də. Məni pıçıltılar kar edəcəkdi, məni pıçıltılar kar edəcəkdi. Oy, məni pıçıltılar kar edəcəkdi. Deyim ki çox işin gəlmir xoşuma, nə deyim köhrənə qonalmışıma. Ya bir daş salacaq bu eşq başıma, ya da gözlərimi kör edəcəkdi. Ya bir daş salacaq bu eşq başıma, ya da gözlərimi kör edəcəkdi. Ya da bu ay, məni pıçıldılar kar edəcəkdi. Məni pıçıldılar kar edəcəkdi. Məni pıçıldılar kar edəcəkdi. Balaoğlan mənim, çox sağ ol. Allah canınızı sağ eləsin. Təşəkkür edirəm. Çox Sağ ol aslan Canınızı mənim. canınızı sağ olun. Qəşəng, gözəl. Arif, görürsən də dünya necə fırlanır, necə işlər baş verir. Nə qəşəng Hə, zəngin var telefonunu da sənə. deyirsən. Bir dəqiqə üzr istəyirəm. Alo. Alo. Hə, salam əleykum. Necəsən? Çox sağ ol. Hə. Yox, eşitməmişəm. Təzə xəbər həmişə səndə olur da. Ay, yaxşı görüm də. Ay, yaxşı. Buradadır ye. Doğrudan. Sən mənim canım. Yaxşı. Oldu. Yox, qəfil demərəm də daha, yavaş-yavaş deyərəm. Nə olub orada? Yaxşı, sağ ol, sağ ol. Hə? Nə olub orada? Düz
düz deyirlər, kiminin əvvəli, kiminin axırı. Ne oldu Ne oldu yani? Anar müəllimi işdən azad elədilər. Bizim anar müəllimi. Bəli, bizim anar müəllimi. Ayda. Ama benim havamı